1951-ci il oktyabrın 8-də ilin sentimental aylarından birində Masallı rayonunun Bədəlan kəndində müəllim ailəsində bir uşaq anadan olur. O böyüyür, təkcə ailəsinin yox, bütün Azərbaycanın sevimlisinə çevrilir. O, konsert verəndə minlərlə adam onu dinləməyə gəlirdi. Konsert televiziyada yayımlananda hamı ekranın qarşısına kilidlənirdi. O, ölümün bir addımlığında olanda yüzlərlə donor xəstəxananın qapısına düzülmüşdü. Bugün adı kimi şirin səsi olan Baloğlan Əşrəfov haqqında danışacağım. Əminəm ki, Baloğlan Əşrəfovla böyüyən, yaşayan bir nəsil bu videonu mütləq izləyəcək və bəyənəcək. Baloğlan Əşrəfov 1968-ci ildə Bədəlan kəndində orta məktəblə yanaşı rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirir. Atası direktor idi. Məktəbin radio qovşağından fasilələrlə musiqi səsləndirirdi. Məktəbdə hamıdan seçilirdi. Rayonda tar məktəbi açılanda ilk qəbul olanlardan biri də Baloğlan olur. 7-ci, 8-ci sinifdə oxuyanda kənddə qadınların toyuna gedir. İlk qazancını da o toydan əldə edir. 14-15 yaş olanda. Qazandığı pul da atasına böyük dayaq olur. Kənddə yavaş-yavaş tanınmağa başlayır. Həmin dönəmdə rayon mərkəzində bir müsabiqə keçirilir. Gedib iştirak edir. Qayıdandan sonra kəndin mədəniyyət evində tədbirlər keçirməyə başlayır. Bir gün Bakıdan mötəbər bir şəxs kəndlərinə gəlir. Baloğlan uzun zaman idi ki, məşq edirmiş. Onun həmin şəxsin də olduğu tədbirdə oxuduğu mahnı o qədər maraqla qarşılanır ki, alqışın ardı arası kəsilmir. Ondan ikinci dəfə oxumağını istəyirlər. Beləcə bir günün içində Baloğlan kənddə hər kəsin sevimlisinə çevrilir. Baloğlan Əşrəfov evin tək uşağı olub. 20 yaşında valideynlərin istəyi ilə ailə həyatı qurub. 2 qızı, 2 oğlu olub. Sənətçinin 10 nəvəsi var. Onlardan biri isə sənətçinin adını daşıyır. 1978-ci ildə Filologiya fakültəsini başa vurandan sonra 5 il kənddə müəllim işləyir. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi Turaş təranələri radio olimpiyadasının qalibi olur. 1974-cü ildə keçirilən zəhmətkeşlərin və gənclərin Ümumİttifaq festivalında qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edir. Bakıya gələndən sonra bir müddət fərdi fəaliyyət göstərir. Daha sonra İslam Rızayevin ansamblında çalışmağa cəhd edir. Lakin deyilənlərə görə İslam Rızayev Baloğlan Əşrəfovu və bu qəbildən olan müğənniləri ansamblında oxumağa icazə vermir. Onları İran boğazları ilə oxuduğuna görə qınayırmış. Lakin sonradan ansamblla birgə çalışan müğənni Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar edir. 1989-cu ildə yaratdığı Şəhriyar ansamblı ilə Bakının bütün böyük konsert salonlarında çıxış edir. Onun məşhurluğu Azərbaycanla məhdudlaşmır. Dünyanın bir sıra ölkələrində Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edir. Daha çox Ay uçan quşlar, Yuxuma gəl, Anam mənim, Günayın, Tanrıdan diləyim ol kimi mahnılarla məşhurluq qazanır. Haqqında Səsi Quran sədasıdır adlı kitab yazılır. Kitabda bütün böyük sənətkarlar öz müsbət rəylərini verirlər. 2007-ci ildə müğənninin səhhəti pisləşir. 2007-ci ilin martın 8-də kəskin qaraciyər sirrozu diaqnozu ilə ağır vəziyyətdə mərkəzi klinik xəstəxanaya yerləşdirilir. Daha sonra Türkiyədə yaşayan məşhur iş adamı Mübariz Mənsumovun maliyyə yardımı ilə qardaş ölkəyə aparılır. Baloğlan Əşrəfov üçün qaraciyər donoru lazım olur. Onun üçün Türkiyəyə könüllü olaraq 26 donor yola düşür. Lakin onlardan heç kim uyğun gəlmir. Yalnız bir nəfər dindar şəxs öz istəyi ilə onun göndərilməsini xahiş edir və lazım olan donorun məhz özü olduğunu deyir. Əməliyyat uğurla keçir. Baloğlan Əşrəfov öz donoruna nə qədər pul təklif eləsə də qəbul etmir. Hətta buna görə bir müddət müğənnidən incik düşür. Baloğlan Türkiyədə əməliyyat olan ərəfədə
bütün kənd çək-çəkət olur. Sonra xəbər gəlir ki, əməliyyat uğurlu keçib. Donorda salamatdır, Baloğlandı. 10 mindən çox əhalisi olan Bədalan kəndi bayram havasına bürünür. O qədər qurban kəsilir ki, qəssablar 10 gün ac qalır. Təbii ki, bu kənd əhalisinin yarı zarafatla dediyi bir sözdür. Günlərlə bütün kəndə qurban əti paylanır. Baloğlan Əşrəfov müsahibələrinin birində belə deyir. İnandırım sizi, mən qayıdandan sonra hara gedirdimsə ayağımın altında qurban kəsirdilər. Mənim üçün 60-a yaxın qurban kəsdilər. Mən bu məhəbbət, sevgi qarşısında baş əyirəm. Sovet vaxtı Baloğlan Əşrəfovun mahnılarının efirdən səslənməsinə icazə vermədilər. İnsanlar ona avtobus dayanacaqlarında, avtobuslarda, taksilərdə, şəxsi evlərdə qulaq asırdılar. Onun kasetləri ən ucqar kəndlərə qədər gedib çıxmışdı. Baloğlan Əşrəfov ömrünün sonlarına yaxın heç vaxt olmadığı kimi qalmaqalla gündəmə gəlir. Space telekanalında yayımlanan Onda Başladıq verilişində aparıcı Elçin Əlibəyli ilə Baloğlan Əşrəfov arasında gərginlik yaranır. Elçin Əlibəyli Baloğlan Əşrəfovun əvvəllər Üzeyir Hacıbəyli barədə o şərq musiqisinə ziyan vurub dediyini xatırladır. Baloğlan Əşrəfov isə bundan bərk qəzəblənərək deyir: "Məni səhv anlayıblar. Şərq aləmində Üzeyir bəydən böyük bəstəkar olmayıb. Mənə irad tutdular ki, oxumağında şərq koloriti var. Dedim, Üzeyir bəyin yazdığı əsərlərdə də o kolorit olub. Üzeyir bəyi yazdığı mahnılara görə Peterburqa çağırırlar. Deyirlər ki, sənin yazdıqlarından şərq iyi gəlir. Get, səni Sibirə göndərmirik, amma yazdıqlarına biraz düzəliş elə." O da tarım pərdələrindən artıq şeyləri söküb tullayır. Ondan sonra Peterburqdakı rəhbərliyin istədiyi formada əsərlər yazır. Elçin Əlibəylinin sözlərinə görə Baloğlan Əşrəfov ona Rusiyadan zəng elətdirərək başını kəsəcəyi ilə hədələtdirir. Baloğlan Əşrəfovun ayaqlarında problem olub. Ona görə efirdə heç vaxt çevik hərəkətlər eləməyib. Daha doğrusu onun ayağının biri protez idi. 18 gün koronavirusdan əziyyət çəkən müğənni ölümündən qabaq ARB kanalında Zaur Nəboğlunun heç vaxt heç yerdə adlı verilişində yoluxduğunu deyir. Kanallara çıxandan sonra ağlıma gələn başıma gəldi. Televiziyaya 3-4 müğənni dəvət edirlər. Sonra da bir mikrofonu hamı istifadə edir. Mən hardan bilim ki, bu adam virusa yoluxub ya yoluxmayıb? Telekanallara gərək çox ciddi nəzarət olunsun. Belə olmaz. Hamı bir-birini yoluxdura bilər. Bir müğənni ilə çəkişdə koronadan söhbət edirdik. Mənə dedi ki, mən koronaya yoluxmuşam. Rəngim, ruhum ağardı. Dedim, sən nə danışırsan ha kişi? Dedi, zarafat edirəm, amma sonradan öyrəndim ki, həqiqətən yoluxub. Müğənni 2021-ci ilin aprelin 26-sında axşam saatlarında koronavirusdan dünyasını dəyişir. Onun cənazəsi vəsiyyətinə əsasən anasının yanında dəfn olunmaq üçün təcili yardım maşını ilə səhər saatlarında doğma kəndi Bədalana gətirilərək orada dəfn olunur. Belə, əgər xoşunuza gəldisə, videonu bəyənib kanala abunə olmağı unutmayın.